Bizim sədrimiz Cəbraildir bu tüfəngli adam. Mənim yaşımdan əvvəlki söhbətdir. 22-ci ildə qaçaqlarla bizim kommunarların vuruşması olub. O vuruşmada Cəbrailin başına güllə dəyib. Ona görə də keçən il ümumi səfərbərlikdə Cəbraili aparmadılar. Köhnə sədrimiz Muxtar əmi ərizə yazdı. Könüllü getdi. Əvəzində Cəbraili seçdik. Deyirlər, bu sədrimiz də ərizə yazıb. Bayankom söz verib ki, bir də həkim komissiyasına salsın onu. Komissiyadan sağlam çıxsa, Cəbraillə gedəcək. İskəndiyar əmi, sədr gəlin. Bu isə bizim axsaqqalımız İsfəndiyar əmidir. Oğlu Rəhman gedəndən sonra meylini bizə salıb. Salam İsfəndiyar kişi. Aleykəssalam. Çayın var mı? Qantsız içərsən? Tök gəlsin. Ya Allah. Gənə quşqa olursan, ay sədir. Tüfəngi yoxlayıram. O de. Bir də gördün, desant töhtü qaldıq belə. Ağzını xeyirliyə çay oğul. Ehtiqadını itirmə. Ehtiqadsızlıq ölümdən betərdir. Sədir, sən danışığına fikir ver. Əzrail. Sən bilərsən İsfəndiyar kişi. Niyə belə ləqəb qoyublar bizim uşaqlar? Cəbrail, Əzrail, ikisi də mələkdir. Cəmaatı bu axır vaxtlar çox işlədirəm, bəlkə ona görə. Çayın soyuyur. Bir dayanın görüm. Bu nə ləqəbdir yapışdırırsınız mı, ha? Haramdır Əzrail. Utanmayın, deyin. Deyin, səbəbini mən özüm də bilim də. Ha, nə oldu? Hə, tərpənin! Cümrük atanı qaldı! Ho! 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 Cümrü heç xoşuma gəlmir. Atasının qara xəbərini eşidən gündən sarsılıb uşaq. Ağlı başında deyil. Bəlkə buna görə məni xoşlamırlar. Muxtar ölüb, mən də ki oturmuşam onun yerində, özüm də sağ-salamat. Cümrü, qalxın qanın qaraltma. Bəsdir çaldın. Qaqaş, eşitmirsən? Nuru düz deyir. Ne oldu sana? Heç. Şükür Allah'a ki salamat. Her şeyden var. Ay Rıza, at verməmişdiysə, ha? Bu değil, benim atım koltuğumda da Ayşədir.
Belə yaxşıdır. Yaxşı onda olar ki, tez sağalasan, əməlli bir işdən yapışasan. Gəlmin. Yox, yox, lazım deyil. Min. İstəmirəm. Vallahi istəmirəm. Min də. Mənə bax, sən lafı yorma olur, min görürəm, mini. Ay, min mi? Rayona getməlisiniz. Toxumluq taxıl getirmək lazımdır. Onu da bilin ki, toxumluq taxılı hər adama etibar eləmirlər. Özdə belə vaxtda. Görəsən o etibarı biz neyle kazanmışıq? O etibarı işinizlə qazanıbsınız. Cümrünü də aparın, qoy könlü açılsın. Nuru, Qiyamət oğullarım var. Hoşuma gəldirlər mənim. Yanaşı getmə, yaxşı deyil. Uşaqlar bu saat gələcək. Çıx get. Niyə belə qorxursan Sayal? Mən bura pis niyyətlə gəlməmişəm. Yox, yox. Çıx get. Gəlin də oynasın, ucuzdu ona! Yox, yox. Qalxa qız, istəmirsən ucuzluq olsun? Muhtar dostum olmasaydı, bu saat götürüp kaçardım seni. Vallahi götürüp kaçardım. O dediğin söz indi de cemaatin dilindedir. Töhmətli olmuşum. Dinmədim ki sonra. Düz 20 il dinmədim. Onun ölümünü gözləyirdin. Yox Sayalı. O mənim dostum idi. Sən nahaq yerə mənə belə söz dedin. Bilmirsən ki, biz necə mehriban idik onunla? Bir-birimizə kömək durmasaydıq, bu cür möhkəm kolxoz qura bilməzdik. Gözəl arzularımız vardı. Olmadı. Yarımçıq qaldı. Getdi, belə xəbər gəldi. Başa düşmürəm, mənim günahım nədir? Bu kadar cavan kız var kendimizde. Öğlen. Öğlen biriydi. Mən səni alacağım. Cemaat lanet diyer sana. Daşqalaq eləyərlər. Heç kəs bilmir mən nə çəkirəm. Kənddə hayana baxıram, elə Muxtarı görürəm. Ancaq sənsiz də dözəmirəm. Mənim yekə oğullarım var. Öz balam kimi istəyəcəyəm. Tanımırsan sen onları. İndiden dözə bilmirlər. Qorxma Sayalı. Dil taparıq. Gecələr yuxum qaçanda bu şəkilə baxıram. Mənim yaşımdan əvvəl çəkdiriblər. Qılınc qurbandan Cəbraildən başqa heç biri sağ deyilindi. Mənim atamdır bu. Məktəbimizin direktoru Tahir müəllim. Tarixdən dərs deyərdi. Amma özü şeir yazarmış. Nədən o şeirlər anamdan başqa heç kəs bilmir. Muxtar əmidir bu. Dostum Tapdığın atası. Bizim məşhur sədrimiz. Hamımızın istəylisi Muxtar əmi. Atamla bir gündə getdilər. Bir gündə də qara kağızları gəldi. Başladı. Qalxdı gene. Ötəcək sabahacan. Ana, ay ana, dur da, öpək. Hər dərdə ağrıya dözərəm. Bircə şöşünün bu səsinə dözəmirəm. Gör ki, uşaq axşamdan yatar, bir də səhər oyanar. Şöşününki tərsinədir. Ağlamaq zat da bilmir ki, hirslənəm, bir-iki çəkəm yumuşaq yerinə. Ürəyim soyuya.
Görürsən nə qədərdir? Davanın axırınacan çatar hamımıza.